pis insanla dost olma. Pis rəftar eləyən, pis əxlaqlı insanla dost olma. Bütün insana təsir edir. Demək ki, o namaz qılmayandı, o dilinin iffətin qorumayandı, yox mən ona oturub duram, mənə təsir eləmir. O cür deyil. Sən özün də hiss eləmirsən. Yavaş-yavaş təsir eləyir. Sən özün də hiss eləmirsən heç. Pis insanla ki oturdun, durdun, onun düşüncələri yavaş-yavaş sənə təsir edir. Əvvəl naməhrəm gələndə fikirləşmədən gözünü yumurdu. İndi naməhrəm gələndə əziyyət çəkirsən, baxmamaq üçün. Bəs bu təsirdir. Əvvəl dilindən hədis tökülərdi, Quran ayəsi gələrdi. İndi başqa sözlər gəlir. Bəs bu təsirdir. Dost insana təsir edir. Yaxşı əxlaqlı da olsa, görsən insanı dəyişir, gözəl əxlaqlı edir. Pis əxlaqlı da olsa dəyişir. Əvvəl görsən zarafat çox eləməzdi. İndi çox zarafat eləyənlə insanla oturub durur. Artıq bu da elə harda gəldi, yerli, yersiz zarafat eləməyə başladı. Əvvəl heç bu cür insanlardan acığı gəlirdi ya. İndi yavaş-yavaş dəyişilib olub özü o cür. Əxlaq alimləri bir dənə söz deyirlər. Deyirlər, insan əxlaqı oğrudur. Yaxşı insanla oturub dursan, oğrayacaq. Yaxşı xüsusiyyətləri oğrayacaq. Çünki onda pis yoxdur ki, oğrasın. Pis insanla oturub dursan, onun pis xüsusiyyətlərini oğrayacaq. Çünki onda yaxşı yoxdur. Sən gərək özün seçəsən ki, mən kimlə oturub duracam? Ki, ondan o xüsusiyyətləri mənim əxlaqım yavaş-yavaş oğruyur. Pis oluramsa da pis dostların, seçdiyim pis dostların nəticəsidir. Allah bizi öz dostunu düzgün seçənlərdən və dostluğa layiq olanlardan qərar versin inşallah.